Davam edirik. İşğaldan azad olunan ərazilərimizə böyük qayıdış uğurla davam edir. Bu dəfə də yolumuz su qovuşanadır. Ağdərənin Su Qovuşan kəndinə. Dədəbaba yurduna daha 54 ailə qayıdıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın vətəndaşımız yaşayır. İndi sevinclə gedirik Su Qovuşana, qalan ömrümüzü orada yaşayacağıq. Oğlum, gəlinim, nəvəmlə gedirəm. Çotaqlı ev qismət olur. Mənim qardaşıma ev veriblər Su Qovuşandan. Deyir, gələk dostum bu yerlərə, burada cənnət havası var. Sərin söyüq bulaqların neçə dərin dəvası var. Allah qəni-qəni şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Nəhayət həmin gün onlar üçün də gerçəkləşib. Vətən həsrəti ilə illərlə qubar bağlamış ürəkləri açılır. Doğma yurdun havasını almağa, torpağının qoxusunu duymağa tələsirlər. Bu mərhələdə Ağdərənin yenidən qurulan Su Qovuşan kəndinə Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən daha 179 nəfərdən ibarət 54 ailə qayıdıb. İllərlə ayrı düşdükləri Dədəbaba yurdlarına qayıdanların arasında Esmira İsmailova da var. Sevincindən qəhərlənib danışa bilməyən Esmira xanım göz yaşlarına boğuldu. Bu göz yaşlarında sevinclə yanaşı illərin niskili də var, istirabı da. 26 yaşında çıxdıq, Ağcabəddə yaşadıq. İndi də xoş təəssüratlarla geri qayıdırıq. 5 nəvəm var, 2 oğlum var, 2 gəlinim var. Neçə illərdir əziyyət çəkmişik, yəni ev hökumət binasında olurduq. Bugün çox şükür Su Qovuşandan yeni evlə təmin olunuruq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olundu. Onlara bildirildi ki, burada yaşayış üçün hər cür şərait qurulub. Kənd fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Xatırladaq ki, bu vaxtadək kəndə 3 mərhələdən ibarət qayıdış baş tutub. Bu dəfəki mərhələdə daxil olmaqla Su Qovuşanda ümumilikdə 180 ailə məskunlaşıb. Sadət Ayaz qızı, Aslan Məmmədli, Sənan Bəhrəmli, ATV Xəbər, Ağdərə, Su Qovuşan.